Darmavoy ölümlər bizlik deyil, bizə döyüşdə ölmək lazımdır. Boş qalmasa yaxşıdır. Onların hekayəsi Vətən müharibəsinin ən təsirli hadisələrindən biri sayılır. Söhbət Müşfiq Abbasov və onun iki oğlu Şamil və İntiqamdan gedir. Müşfiq Abbasov müharibə başlayanda iki oğlu ilə birlikdə könüllü olaraq cəbhəyə yollanır. Onlar Ağdam istiqamətində eyni bölmədə çiyin-çiyinə döyüşür və düşmənə qan utdururlar. Lakin Müşfiq Abbasov 2020-ci ilin oktyabrında Ağdamın Qərvənd kəndi yaxınlığında düşmən mərmisinin partlaması nəticəsində şəhid olur. Müşfiqin vəsiyyəti o öldükdən sonra da oğullarının döyüşə davam etmələri idi və şəhid Müşfiqi döyüş meydanından elə öz oğulları çıxardır. Daha sonra isə vəsiyyətinə əməl edib döyüşə qayıdırlar. Şamil və İntiqam Abbasovlar müharibədən qazi olaraq qayıdırlar. Acı da olsa Qarabağ belə ata və oğulların vasitəsilə azad edilmişdir.